Salamlar. Gördüğünüz bu eşyalar burada səbəbsiz yerə durmur. Ötən videoda yanvar ayı boyunca scrolling əvəzinə nələr edə bilərəm, bunu sınamaq istədiyimi demişdim və budur. Bu videoda bundan danışırıq. Başlamamışdan əvvəl onu deyim ki, mənim məqsədim tətbiqləri silib onlarsız yaşamaq deyildi. Bunu FOMO-mu adlandırırıq, bilmirəm nə adlandırırıq. Ancaq mənə görə bu tətbiqi siləndə onsuz da həyatıma davam edə bilərəm. Məsələ, tətbiq mənim smartfonumda olduğu halda nə dərəcədə produktiv oluram, onu bilməkdir. Ona görə də heç bir tətbiq silmədən sadəcə rutinimə əlavələr eləyərək bu ayı dolu-dolu xatırlayıram. Həmişə necə olurdu? Ay bitirdi və mən heç vaxt xatırlamırdım o barədə. Çünki özümlə elədiyim heç nə yox idi. Yəni ancaq scrolling. Belə danışıram, amma bu ayda belə 57 kitab, 165 film falan bitirməmişəm. Nələr bitirdim, hamısından danışacağım birazdan. Sadəcə bu ay başlanğıc ayıdır. Hər şey az-azdır və bu arada mən tələbəyəm. 4-cü kursum, son imtahanlarım idi də. Çox da vaxt olmadı. Amma əvvəlki kimi bu imtahanları bəhanə edib də hər şeydən uzaqlaşmadım. Hər şeydən uzaqlaşmaq əvəzində də zaten həmişə scrolling eləyirdim. Yəni 7-8 saat scrolling eləmək əvəzinə bir şeylər eləməyə çalışmışam. Elə isə başlayaq. Bu siyahını asandan çətinə doğru eləmək istəyirəm. İlk başlayanda gedib ən çətin riyazi məsələni çözün. Heç vaxt öyrənmədiyiniz bir dili öyrənməyə başlayan kimi punklar vermək istəmirəm. Daha realistik olum. Asandan başlayayım ki, daha həvəsləndirici olsun istəyirəm. Ona görə də ilk deyəcəyim şeylər YouTube'da uzun videolar izləyin. Öz maraq dairəvizə uyğun. Ekran sürəmə görə diqqət odam elə vəziyyətə gəlmişdi ki, 5 dəqiqəlik video mənim üçün çox uzun gəlirdi. Həqiqətən çox uzun gəlirdi və mən IELTS-ə hazırlaşdığım müddətdə də xatırlayıram bunu. Reading materiallarını oxumaq, 40 dəqiqə ərzində 3 mətnə fokuslanmaq mənə çox yorucuydu. Fikrim yayılırdı, başqa şeylər düşünürdüm. Əsla fokuslanmağı bacarmırdım. Ona görə YouTube'dan videolar izləyərək başlaya bilərsiniz. Videolar başlanğıcda hamısı çox öyrədici, məlumat xarakterli olmalı deyil. Çünki yeni başlayırıq. İlk andan bir körpəyə gedib bütün əlifbanı öyrətmirsən. Yəni sadəcə xətləri çəkməyə öyrədirsən. Bu da onun kimi. Ona görə başladım mən vloqlar izləyərək. Mən axırıncı dəfə 11-ci sinifdə hər hansı bir kanala abunə olub, onun video atmasını gözləyib, o video atandan sonra da telefonumu heç nəyə baxmadan sadəcə o videoya fokuslanıb 20-30 dəqiqə baxmışam. Üstündən 4 il keçib. Dedim bugün o var. Gördünüz ki, ekran sürəndən ödün vermirəm. Amma onunla bir yerdə nələrsə eləməyə çalışıram. Bu da bir addımdır. Mənim üçün kiçik. Dünya üçün də kiçik. Əksinə mənim üçün böyük. Mənim üçün böyük, dünya üçün isə kiçik bir addımdır. Mən öz izlədiyim YouTube kanallarına bu müddət ərzində nələr sevib, nələr sevmədiyimi öyrənə bildim. Və elədiyim səhvlərdən birini də indi deyəcəm. Keçən videoda demişdim bunu. İlhamlanmaq çox gözəldir, amma kopyalamaq mənfi nəticələnə bilir. Mən də hamı kimi YouTube'da nələr izləyim, uzun olsun, həm maraqlı olsun, həm də öyrədici olsun deyəndə gedib Barış Özcanı üst tuturdum. Videolarım maraqlıdır, amma çox baxa bilmirəm və yenə scrolling eləmək istəyirəm. Ona görə mənim maraq dairəmə uyğun kanallar tapdım. Onları buradan birləşdirəcəm. Əgər sizə də bu mövzular maraqlıdırsa izləyə bilərsiniz. Çünki bunlar həm də mənə ilham verir. İlhamlanmaqdan danışmışkən də bunu da qeyd edeyim. Bu ay həm də baxdığım profillərdə də çalışdım ki, ilhamlana biləcəyim səhifələr olsun. Baxdığım videolar hazırda mənə indi bu videonu çəkmək üçün ilham verir, motivasiya verir, nə deyiriksə artıq buna. Fevralda daha az istifadəni nəzərdə tuturam. Fevral yeni aydır və yeni ayda nə eləyirik? Planlama eləyirik. Mənim planlamada elədiyim bir səhv. Bu əslində bilmirəm, ayrı video kimi mi olmalıdır. Amma ümumi belə danışım. Planlamada elədiyim səhv o idi ki, mən bugün yazırdım ki, sabah falan işi elə.
Amma bunu təxirə də sala bilirdim, yəni etməyə də bilərdim həmin an. Ondan sonra 3 ay sonra da eləyə bilərdim. Nədənsə bu planlamada nəyisə səhv eləyirdim və tapa bilmirdim nəyi səhv eləyirəm. Nəticədə planım olmurdu, eləməyə işim olmurdu və mən boş qalıb scrolling eləyirdim. Bunu düzəltmək üçün mən tam görsənməməyinə çalışacağam, amma belə aylıq bölmüşəm cədvəlləri və bütün yanvar ayını belə cədvəl kimi bölmüşəm. Çox təəssüf ki, idmanla bağlı yazdıqlarım, yoga ilə, pilateslə falan eləmədim. Sadəcə 2 gün elədim, digər günlər eləmədim. Bu bəhanədirmi, nədirmi bilmirəm. Amma onun arxasında dayanaraq demək istəyirəm ki, mənim qışda günəş olmadığı üçün, mən də günəş enerjisi ilə çalışdığım üçün heç cür mənə yoga eləmək, idman eləmək maraqlı gəlmir, eləyə bilmirəm. Çalışacağım, amma fevralda bunu da düzəldim. Ən azından həftədə bir neçə gün, hər gün olmasa həftədə bir neçə gün idim. Bəli, ikinci punktımız planlamadım. Nələr eləyəcəyimi planladım. Fevral ayına isə istəsəz bir yerdə planlayarıq. Fevral ayına da bunların sayını, fevral ayında bu nümunələrin sayını daha çox artırmağa çalışacağım. Fevral ayında həm də illərdir mənim nə vaxt kim məndən soruşsa hələ də öyrənirəm dediyim rus dilindən bir yerə gəlmək istəyirəm. Belə böyük danışmayım. Çox iri planlar qurmayım. Sadəcə addım eləməyə çalışacağım. İkinci punktımız planlamaydı. Üçüncü punktımız yenə dəftərlərdən davam eləsək. Mən onu əslində elə TikTokda görürdüm. Scrollingin faydalarından biri. Əvvəlcədən məlumatlar alıb belə qeyd edirəm. Bununla yanaşı bu ay çox qəribə bir şey sınadım. Fizika oxudum. Bəli, mənim ixtisasım ingilis ədəbiyyatıdır və mən məktəbdə belə heç fizika oxuduğumu, yəni sadəcə dərsdə mətin kimi, şeir kimi onu əzbərləyib danışmışam. Fizikadan heç nə xatırlamıram, heç nə bilmirəm. Çünki gərək biləsən ki, xatırlayasan da. Heç nə xatırlamıram və bəli, burada mən fizika oxumuşam. Mayələr haqqında oxumuşam, uzun yazmışam. Və əllə yazmaya çalışıram. Çünki fərqinə vardım ki, əlimlə bir şeylər eləmək, daha sonra onun hazır halını görmək mənə yaxşı hiss elətdirir. Həm də ki, prosesin özü mənə yaxşı hiss elətdirir və həm də maya haqqında bir şey bilmiş oluram. Bilmirəm, yeni punkt kimi mi verim, yoxsa dəftərlərə aid belə sadəcə ümumi punkt mı olsun. Hələ ki, bilmirəm. Ancaq sizə də ideya olsun istəyirəm. Dəftərlərdən davam eləyək. Bir dəftərim daha var. Sonra Junk Journal yoxlamaq istədim. Başladım. Və Instagramda da paylaşırdım eləyəndə. Instagramda mən izləmirsinizsə, bu videonu 2 dəfə görürsünüzsə, şad oldum və Instagramımda izləyə bilərsiniz. Junk Journal-ı mən düşünürdüm ki, yeni dəftər alaram, o çox estetik olar, sarı rəngli səhifələri olar, gözəl qələmlər alaram, yeni stikerlər alaram. Sonra dedim ki, mən belə düşünməyə davam eləsəm, o Junk Journal-ı başlamağım çox vaxt olacaq ya da sadəcə ağlımdan keçib gedəcək və mən onu heç vaxt eləməyəcəm. Əvəzində əlimdə olan bir dəftərdən başladım. Əvvəl bunu gündəlik kimi istifadə eləmək istədim. Günlərə bölüb bunu da yenə TikTokda görürdüm. Kimi hər gün nələrlə yadda qaldı, 2-3 cümləlik xülasələrlə qeyd edirlər. Yanına rəsm bacarığı olanlar rəsm çəkir və stiker falan yapışdırırlar. Onu sınadım gördüyünüz kimi, amma 3 günə artıq getmədim. Və ən çox bəyəndiyim hissəm, bunu Instagramda da paylaşmışdım. Bu hissəni çox bəyəndim. Məndə jurnallar var idi. Hansı ki, mən onu oxuyub bitirmişəm, amma indi sadəcə tonslanır. Və onun çox gözəl şəkilləri var idi. Düşündüm ki, belə bir şey eləsəm, o jurnallara yeni nəfəs gətirmiş olaram. Çox maraqlı olmuş olar, çox gözəl də görünür və məni proses boyunca, həm də sonra baxanda yaxşı hiss etdirir. Bu da sizə ideya olsun. Dəftərləri bağlamamış bir ideya daha verim. Bunu mən yanvar ayında eləmədim. Sadəcə
Ümumilikdə yəni belə bir vərdişim var. Buna da ilhamlana bilərsiniz. Gündəlik yazmaq, hisslər gündəliyi. Özümün nə vaxt ki bir şeylər danışmaq ehtiyacı duyuramsam, dərin, bəzən kiməsə danışa bilməyəcəyim və ya kiməsə sadəcə onu bir cümlə ilə xülasə edə biləcəyim, əslində isə arxasında 20-30 cümlələr olan mövzular varsa, onda bu hisslər gündəliyini yazıram. Belə pozitiv göründüyünə baxmayın, burada nə travmalar var. Bu vərdişimi də çox sevirəm. 2022 2023 illərində səhv eləmirəmsə yarandı. Bunu da gün sonra yazı vərdişləri haqqında olan videomda danışa bilərəm. Gələk növbəti punkta, kitab oxumaq. Kitab oxumağa yeni başlayırsınızsa, kiçik həcmli kitablardan başlamağınız məncə daha yaxşı olar. Çünki məsələn mən də 3-cü sinifdə başlamışam kitab oxuma anlayışına. 3-cü sinifdə tanış olmuşam və oxuduğum kitablar məktəblinin kitabları var idi onda. Altın kitabdan çox nazik kitablar olurdu və klassik əsərlərin uşaqlar üçün hazırlanmış versiyaları idi. Oliver Twist'in macəraları, səfirlərin yəni nə qədər yığcamlaşdırıla bilərsə, o qədər yığcamlaşdırılmış hal idi, o qədər yığcam hal idi, uşaqlar üçün nəzərdə tutulmuş və mən bu ideyanı çox bəyənirəm. Çünki yenə dediyim kimi o şablonu üst tuturam. Əlifbanı öyrənməmişdən əvvəl biz müxtəlif qrafiklərin, xətlərin çəkilməsini öyrənirik. Bu ideyanı çox bəyənirəm və yanvar ayındakı mottom bu idi. Kitabı mən dekabrda başlamışdım, amma scrollingim sağ olsun bitirə bilməmişdim. Bu kitab da qısa kitabdır, 183 səhifədir. Çox maraqlı kitab idi, ancaq əgər həssasınızsa, arada, yox mən davam edə bilmirəm kimi hiss edə bilərsiniz. Çünki mən bir ara elə hiss elədim. Sonra araya scrolling girdi deyə davam eləmədim. Ümumilikdə vegetarianlar üçün başucu kitab və s. deyil. Sadəcə bir anda bir qadının ət yeməyi kəsməsi ilə bağlı nələr baş verə bilərsə, ən pis nələr baş verə bilər dediyimiz bütün ən pis hadisələr buradadır. Narahat eləyə bilər biraz. Ona görə oxumamışdan əvvəl ağlınızda olsun. Bir xanım yazmışdı ki, yazarın digər kitabı da bu tipdədir. Həmən hardasa. Nəticə olaraq maraqlı idi, amma mənim tərzim deyildi. Peşman deyiləm oxuduğuma. Amma yazardan növbəti kitab oxuyaram mı? Hələ ki oxumaram. Bəlkə gələcəkdə oxuyaram, amma hələ ki oxumaram. İmtahan sualım idi deyə maraqlı gəlmişdi. Bunun 3-cü kitabı da artıq oxuduğum. Yəni digər Virginia Woolf kitabları bəyənmirsinizsə, bunu da bəyənərsiniz. Xüsusi nəsə demək istəmirəm. Spoiler vermək olar mı deyə. Hələ ki bu mövzuda yaxşı deyiləm. Amma növbəti videolarda çox kitab oxuyaram və kitab təhlili videosu çəkərik. Oradan davam eləyək. Fevral ayından 3 kitab seçmişəm. Birincisi kimyəgər. Kimyəgəri mən 8-ci sinifdə Azərbaycan dilində oxumuşdum. Ancaq əfsus ki, heç nə xatırlaya bilmirəm. Yəni onu deyə bilərəm. Sadəcə bir şey xatırlayıram ki, bir nəfər bir şeyin dalınca gedir və onun qarşısına nələrsə çıxır. Başqa heç nə xatırlamıram. Ancaq bununla bağlı da qəşəng bir video qarşıma çıxmışdı ki, oxuduğunuz kitabdan heç nə xatırlamasanız belə, mütləq ki o sizə nəsə oxuduğunuz kitabdan nəsə xatırlamırsınızsa belə, mütləq ki o sizə nəsə qazandırır. Ola bilər ki, sən onun sujetini xatırlamırsan və heç vaxt xatırlamayacaqsan. Amma o bəlkə sənə söz bazası qazandırır, sənin bir həyat dərsi verir, həmin an mütləq ki nəsə qazandırır və ən azından o kitabı oxumağa sərf elədiyin vaxt dəyərlidir. Sən onu başqa şeydə sərf edə bilərdin, amma kitab oxumağa sərf eləmirsən. Sənə yaxşı gəlib, əsəblərini sakitləşdirib, yəni yaxşı bir vərdiş olub. Bəzi əsərlərdə ola bilər ki, işlə bağlı təsirlər olsun. 8-ci sinifdə kimyəgəri bəlkə də xatırlasam belə başa düşməzdim. Ona görə indi ingilis dilində oxuyacağam. İkinci kitabım yenə Virginia Woolf'dan. Bunu Mrs. Dalloway ilə elə birlikdə almışdım. Deniz Fəneri Azərbaycan dilində səhv etmirəmsə Mayaka doğru deyə tərcümə olunub. Bunu da oxumağı çox istəyirəm, maraqlıdır. Üçüncü kitabımız budur. Anam sənə əmanət. Mən bunu birinci kursda oxuyanda almışdım. Ancaq hələ də oxumamışam. Rəfimdə durur. Və bu il rəfimdə olan oxumadığım kitabları bitirməyi də istəyirəm. Ona görə fevral hələ ki bu 3 kitabı seçmişəm.
Kitabdan davam eləyək və sonrakı işlər sadəcə əl işləri ilə bağlı olacaq. Ona görə bunu hələ ki bura qoyuruq və keçirik sonuncu punktımıza. Dil öyrənmək. Mən bu kitabı baxmayaraq IELTS imtahanını verdikdən sonra düşündüm ki, mənə bir anlıq qorxu yarandı ki, mən həmin an imtahana hazırlaşırdım, imtahanı verdim, IELTS-ımı aldım, əla. Amma mən dili unudaram. Təhlükəsi məni bürüdü. Bu fikirlər məni narahat elədi və gedib bu kitabı almışdım. Özün self-study eləyim. Bunlardan davam eləyək. Təbii ki, scrollingə qarşı olan mübarizəmizdə film izləmək rəsm çəkməkdən daha asan görünə bilər, əgər yeni başlayırsınızsa. Peşəkar rəssam deyilsinizsə. Əvvəl bilirdim ki, filmi izləyirəm. Filmi açırdım, həm də orada telefona baxırdım. Mənim ekran sürəmin gəldiyi vəziyyəti siz düşünün. Ancaq bu ay telefona baxmadan sadəcə filmə odaqlanıb film izlədim. Bu ay yenə dediyim kimi 60 film izləyə bilmədim. Gördüyünüz filmləri. Birinci film Dəli Kür filmini yenidən izlədim. Dəli Kür filmini xatırlayırdım, ambulanı xatırlayırdım. Yenə imtahan sualım idi və yaxşı olardı imtahana hazırlaşsam. Vaxt ərzinə fasilə vermək istəyəndə scrolling etmək əvəzinə film izləyim. Cümləni necə uzatdım. Və Dəli Kür filmini yenidən izlədim. İkinci filmi deyəsən serial filmdir və əslində serialın 3-cü filmidir. Ancaq mən 3-cü filmdən başladım baxmağa və qaçırdığım məncə heç bir nüans olmadı. Yəni başa düşdüm. Mənim həmişə baxdığım janrdan fərqlidir. Biraz gerilim tiplidir. Çox qarışıq, amma çerezlik filmdir. Yəni mən bu film təhlil işində qurme deyiləm deyə necə izah eləyə bilərəm, necə ifadə eləyə bilərəm bilmədim. Amma maraqlı filmdir. Sona qədər görəsən sonunda nə olacaq? Həmin adam kimdir? Sualı sizi filmi bitirməyə məcbur eləyir. Üçüncü film isə heç maraqlı deyildi. Gerilim filmi kimi seçmişdik biz bu filmi izləməyə, amma maraqlı deyildi, əfsus ki. Yəni filmin sonunda dedi ki, niyə? Və məncə bir neçə xətalar var idi, özünüz də baxana başa düşərsiniz. Daha yaxşı gerilim filmləri tapa bilərsiniz. İndi isə keçək artıq ən sevdiyim hissəyə, əl işləri hissəsinə. Crossword əl işi ilə əlaqəsi yoxdur. Buna indi fərqinə vardım. Aynı əlimizlə gördüyü bir iş olaraq deyə düşündüm. Yəni filmə baxmaq biraz daha passivdir, amma crossword yazmaq elə deyil. Crossword yazmağı birinci kursda kəşf etmişdim. Yəni doğru dedik. Öncəki bir kəşfim idi, maraqlı idi. Ancaq nə oldu sonra? Bircə dəfə aldım, yoxladım. Atmışam evə nə qədər crossword. Bu hələ geri qalan 2 dənəsidir. Və sonra nə oldu? Mən işləmədim. Çünki ancaq scrolling edirdim. Bu ay scrolling əvəzinə crosswordu da sınadım. Crossworddan bağlı maraqlı idi bu da. Ancaq sevmədiyim bir nüans var ki, crossword çözmək üçün məncə Gen Z olmaq biraz problem yaradır. Çünki bu xanaları doldurmaq üçün müəyyən məlumatlar Sovet dövrünə dayanıqlıdır. Niyə bilmirəm belədir. Məsələn, Sovet dövrü, Gürcü aktyoru və s. Gen Z olaraq çətinlik çəkdim. Bəlkə də bu mənim eybimdir. Həmin o məşhurları tanımalıyam. Ancaq çətinlik çəkdim. Və bəzi sözlər indi hazırda bizim gündəlik istifadə etdiyimiz sözlər deyildi. Məsələn, birini xatırlayıram, su. Suya mən harfi o yazmışdım. Ab imiş. Ab demək imiş. Növbəti punktımız nəhayət ki, artıq əl işlərinə gələ bilirik. Bunu dekabrda eləmişdim, yanvarda eləməmişəm. Sadəcə bunu göstərmək istəyirəm ki, belə bəsit, maraqlı işlərlə başlaya bilərsiniz. Mən bunu daha çox sevmişdim. Mənə çox zövq verirdi. Həm proses boyu, həm də sonra belə tamamlanmış olması və toxunanda da çox gözəl hiss elətdirir. Bunu eləyə bilərsiniz. Bunlardan ala bilərsiniz. Və məncə şirin şəkli. İndi isə gələk sevmədiyimdən. Sevmədiyim bəlli olur buradan. Boyalar tamamlanmayıb, boşluqlar qoymuşam. Rəsm çəkmək, boyamaq məni çox stressləndirir. Heç cür səbrim çatmır. Məni çox narahat edir. Çünki mükəmməl olmur. Mükəmməl olmayan şeylər məni narahat edir. Təbii ki, ilk başdan mükəmməl olmalı deyil, amma mən o səliqəni qoruya bilmirəm. Nə qədər xəttdən kənara çıxmışam. Məsələn, mənə çox gərdiyi üçün bəyənmədim və yarım saxladım. Amma yenə də həmin müddət scrolling etmək əvəzinə boyamanı elədiyim üçün xoşbəxtim.
İndi gələk məni ən çox rahatladan, ən çox bəyəndiyim hissəyə. Mən bu ay toxuma öyrəndim. Gördüyünüz kimi çox da uzun olmayıb. YouTube-dan öyrənməyə başlamışam. Neçə dəfə toxuduğum şey, məsələn, yarısına qədər gəlmişəm, yarısından bir səhv eləmişəm, alınmayıb, sökmüşəm, təzədən başlamışam və artıq nəhayət ki, dünən mən nəyi səhv elədiyimi öyrənə bildim və ikinci qata keçə bildim. Bunu bitirsəm, ikinci qatı, daha sonra növbəti qata keçəcəm. Çox nazik, Pinterestdə gördüyümüz aksesuar kimi şarflardan toxumaq istəyirəm. Qarşıdan bahar gəlir. Mən baharın gəlişini çox səbirsizliklə gözləyirəm. Bunu bilmirəm, hiss edindinizmi? Tam bahar, yaz aylarında aksesuar kimi taxmalıq. Təkmilləşdirərəm bunu da. İlk bu olsun, sonradan təkmilləşdirirəm. Daha yaxşı öyrənərəm. Hələ ki, scrolling mövzusunda, bu səyahətdə yanıma aldığım mənim yol yoldaşlarım bunlar olub. Fevral ayında daha maraqlı şeylər sınamaq istəyərəm. Ancaq hələ ki, ağlımda bir şeylər yoxdur. Düşünəcəm. Sizə də maraqlı olsam, fevral ayını bir yerdə planlayaq. Həm yeni ili boş keçirməmiş bir ay ərzində nələr eləmiş olaraq, həm də scrollingə qarşı mübarizə aparmış olaraq. Bugünlük bu qədər. Ümid edirəm videonu sona qədər izləmişsiniz. Əgər sona qədər izlədinizsə, sizə təşəkkür edirəm. Orada fərqinə vardınızsa, vloguma baxmışsınızsa, saçlarımı həm kəsmişəm, həm də yeni boyamışam. Bunu da scrollingə aidimi bilmirəm. Sadəcə ümumi deyim ki, yanvar ayında özümə tez-tez təkrarladığım şeylərdən biri də bu idi ki, bir şey sənə yaxşı hiss elətdirirsə, müqayisə edib, bu başqalarına görə axmaqcadımı deyib durma. Evdə özümün saç kesməyi, boyamağı, şəkil verməyə çalışmağı yaxşı hiss elətdirir, amma biraz vaxt itkisi kimi hesab edirəm. Bəzi günlər imtahana hazırlaşmalı olduğum anlarda, məsələn, saçımı boyamaq, saçımı kəsmək kimi şeylər, deyirəm ki, ayda bunu başqasına desəm deyər ki, get imtahana hazırlaş. Amma sonra deyirəm ki, bu məni yaxşı hiss elətdirirsə və həqiqətən də kiməsə zərər yoxdursa, həm mənə, həm də digər insanlara, kənar insanlara zərər yoxdursa, bunu sorğulamamağa çalışacağam. Odur ki, bu seriyanın davamı üçün məni həm Instagramdan, həm də YouTube'dan izləməyi unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.